Çıxış üçün söz verilir Beynəlxalq Kyokushinkai Karate Təşkilatının Yaponiyadakı nümayəndəsi cənab Mori Yukiyə. We invite for a speech the representative of Japanese Kyokushin Karate Federation, Mori Yuki.本日は国際空手道連盟極真会主催の第1回世界選手権がアゼルバイジャンのバクーにおいて無事に執り行われることを心よりお喜び申し上げますとともに、本大会にお招き預かり非常に光栄に存じます。Bugün doğrudan da sevindirici haldır ki, Azerbaycan'ın Bakı şəhərində Beynəlxalq Kyokushinkai Karate Təşkilatının rəhbərliyi altında birinci dünya çempionatı keçirilir. Və mən də bu dünya çempionatına dəvət aldığım üçün çox qürur duyuram. It's a great how that 2 days the Kyokushinkai Championship in absolute weight was held in Azerbaijan Republic. It's really a great pleasure to welcome all of you here. And thank you all for inviting me to this evidence. 皆さんもご存知のように、極真空手は大山正達総裁が1964年に創始なさいました。Artıq hamımızın bildiyimiz kimi Kyokushin Karate 1964-cü ildə Masato Oyama tərəfindən yaradılmışdır. As all of you know, the Kyokushin Karate was established at 1964 in Japan. その大山総裁の言葉に、千日をもって初心とし、万日をもって極みとすというものがあります。Masato Oyama'nın sözlerine göre başlamak için 1000 gün çalışmak, zirveye yükselmek için ise 10.000 gün çalışmak lazımdır. Böyle bir sözü olmuştu Masato Oyama'nın. As you know, our Master Oyama said that to gain any good result, you must spare minimum 10 years of hard work in Kyokushinkai. 本日、28カ国からここに集められた選手の方々も、まさに日々の厳しい鍛錬の中で、その言葉の真の意味を体得なさった方ばかりだと確信しております。Doğrudan da bugün muhtelif ölçelerden 28 ölçeden buraya yığılmış idmançılar Oyama Masato'nun sözünün əsl mənasında uzun və ağır, əziyyətli idman məşqlərindən keçərək doğrudan da bugünkü işin başlanğıcına səbəb olmuşdur. It's really a great pleasure that the sportsmen which gathered today in this hall remember the words of great Oyama and go on the way that he showed. 私は一人の日本人として、こうした日本発祥の武道がアゼルバイジャンをはじめとする多くの国々で深く根付いていることに喜びを感じるとともに、ここまで尽力されてきた多くの関係者の方々、特に本大会実行委員長であるテユブ・アジゾフ氏に心から感謝したいと思います。Mən də bir Yaponiyanın təmsilçisi kimi Yapon mədəniyyətinin kiçik bir döyüş növü olan Kyokushin Karate'nin Azərbaycanda, eləcə də bütün dünyanın bütün yerlərində yayılmasına və dərin kök salınmasını ürəkdən alqışlayıram. Və bu işdə var güclərini sərf eləmiş bütün hər bir şəxsə, xüsusilə də Beynəlxalq Kyokushinkai Karate Təşkilatının prezidenti Teyyub Əzizova öz təşəkkürümü bildirmək istəyirəm. At my own place, being a Japanese from native, I thank very much all the sportsmen gathered here who go on the way of Kyokushin, and especially I would like to express my personal thanks to the president of International Kyokushinkai Karate Organization, Mr. Teyyub Azizov. テユブ・アジゾフ氏は大山総裁がご存命の際、直接このような声をかけられたそうです。
Cənab Teyyub Əzizov Mastası Oyama'dan sonra bütün təşəbbüsü öz əlinə alaraq çox böyük işlər görmüşdür. Mr. Teyyub Azizov, being a great student of Ayama, goes on by his steps. 極真空手は日本が発祥ですが、日本人のためだけにあるのではありません。世界中の人々のためにあるのです。その大山総裁の意思をテユバ・アジドフ氏が今に受け継ぎ、本大会の開催へとその実を結ばれたことは本当に喜ばしい限りです。Kyokushin karate ve Japonya'da yaransa da təkcə Japonlar üçün deyil, Kyokushin karate bütün dünyanın xalqları üçündür deyən Mastası Oyama'nın vəsiyyətlərinə sadiq qalan cənab Teyyub Əzizovun öz əməyinin bəhrəsini biz bu çempionatda öz gözlərimizlə görürük. Not looking at the fact that Kyokushin was established in Japan, Kyokushin Karate is for all the people of the world, not only for Japan. And the great way which Mr. Teyyub Azizov passed is an example of that. 日本で生まれた極真空手が今後ますますその裾野を広げ、将来オリンピック正式種目として登録されれば、さらにその認知度は高まることでしょう。 Kyokushin karate bundan sonra da inkişaf edərək, əgər gələcəkdə olimpiyadanın rəsmi bir idman növü kimi qeydiyyatdan keçərsə, mən inanıram ki, bu idmana olan həvəs və maraq bir daha artacaqdır. I'm sure that Kyokushin Karate will develop in the future, and if it will become one of the Olympic Games, it will gain a great success and interest all around the world. そうした素晴らしい将来の夢がテイブ・アジドフ氏をはじめとする多くの関係者のお力によって実現されることを心より記念いたします。 Bu gözəl arzu başta cənab Teyyub Əzizov başta olmaqla əlaqədar olan bütün şəxslər və yaxud da idmançıların əməyi nəticəsində reallaşacağına inanıram. I believe that this dream will become true, as it's a great result of the work of Kancha Teyyub Azizov and lots of sportsmen all around the world. 私たち日本人は全世界にこの極真空手を広めようとするテイブ・アジドフ氏を心から応援しております。 Biz Japonlar da Teyyub Əzizovun bu gözəl işini, yəni Kyokushin karatenin dünya üzrə yayılmasında böyük əziyyətlər çəkən cənab Teyyub Əzizovu ürəkdən dəstəkləyir və dəstəkləyəcəyik. We Japanese, for the great hard steps with Mr. Teyyub Azizov, passed for developing the Kyokushin Karate, we grade this man and wish him success in future. 来年には日本国内大会も開催が計画されているようですが、今後の国際空手道連盟極真会のますますのご発展とご活躍を心よりお祈りしております。 Gələn ildə gələn il noyabr ayında Yaponya'da açıq Yapon çempionatının keçirilməsi də planlaşdırılır və mən belə düşünürəm ki, Teyyub Əzizovun yaratdığı bu təşkilat gələcəkdə də inkişaf edib böyük bir nüfuzlu bir təşkilata çevriləcəkdir və bu yolda sizin hamınıza uğurlar arzulayıram. Next year there will be held an open Japanese championship, and I hope that Mr. Teyyub Azizov will gain the best success on his way. And I congratulate you all with this fact. 以上を申しまして、本大会のご挨拶とさせていただきます。どうもありがとうございました。 Diqqətinizə görə çox sağ olun. Hamınıza öz təşəkkürümü bildirirəm. Thank you all for attention. I thank you all.